Salam hörmətli radio dinləyicilərimiz. Hər birinizi xoş gördük. Lənkəran rayon Mais Mirzəcanov adına Yuxarı Nüvədik Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radio qovşağı efirdədir. Bugün sizinlə iki mövzu ətrafında danışacağıq. Aparıcınız mən 6B sinif şagirdi Rəza Əbülçək və sinif yoldaşım Əkbər Zəhra. Danışacağımız mövzular Azərbaycanın milli qəhrəmanı Əhədov Elşad Sadayovdan. Ben məşhur net milyonçusu, xeyriyyətçi Ağa Musa Nağıyevin həyatına həsr olunur. Əhədov Elşad Sadayoğlu 4 mart 1968-ci ildə Masallı rayonunun Tərzəalvadı kəndində dünyaya göz açmışdır. 1975-ci ildə burada 1-ci sinifə getmiş, 1982-ci ildə 7-ci sinifi bitirir. Cümşüd Naxçıvanski adına hərbi liseye daxil olmuşdur. Elşad liseyi müvəffəqiyyətlə bitirərək Ukraynanın Koloniyası Ortodoks Ali Komandirlər Məktəbinə qəbul olunur. 1989-cu ildə baş verən leytenant rütbəsi ilə Volqograd vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilir. Gənc zabit bir müddətdən sonra doğma vətənə dönür. Əvvəlcə Bakının Güzdək qəzəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Bu erməni işğalçılarının Azərbaycan torpaqlarının hücumunda hiddətə gəlmişdir. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzündən qorunmasına sərf etmək istəyirdi. Bu döyüş bölgəsini üst tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonunun ərazisindən başlayır və sonra Daşburun, Mərkəztəpə, Aşağı Veysəlli və Şişqayaya gedir. Elşad Əhədov Bəyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minalarlığı sahəyə 8 dekabr 1993-cü il Ağdaş yüksəkliyi Elşad Əhədovun son döyüşü onun rotası hücuma keçir. Sadəcə 2 dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o ağır yaralanır. Həkimlərin ciddi cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur. 11 dekabr 1993-cü ildə bu gözlərini əbədi edir. Ailəli idi. 2 uşağı yadigar qalır. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Sadayoğlu ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə tərtib edilmiş 16 sentyabr 1994-cü il tarixli 203 sayılı fərmanı ilə Azərbaycanın milli qəhrəmanı adına layıq görülmüşdür. Tərzəalvadı kəndində dəfn edilmişdir. Tərzəalvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır. Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində anadan olub. İbtidai təhsili Nağıyev kənd balaxanasında alıb. Eyni zamanda fəhlə kimi işləyib. 18 yaşına kimi müəyyən məbləğ yığan Ağa Musa kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi alıb. Lakin bu ərazilər qazdığı quyudan su əvəzinə neft fontan qurub və Nağıyev varlanır. Əldə etdiyi gəliri çoxaldıqca Ağa Musa Bakı kəndlərində neft və zəngin olan torpaqları alıb və yeni quyular qazdırır. Nağıyevin Balaxanla, Ramanla, Sabunçu və sair kəndlərdə neft mədənləri var idi. Rusiya dövlət bankanın göstəricilərinə görə 30 yaşında Nağıyevin əməklə 30 min rubl məbləğində qiymətləndirilir. 1918-ci ildə isə onun validantanın ümumi miqdarı artıq 413 min rubl təşkil edilir. O Nobellərdən sonra ən iri neft sahibkarı hesab edilirdi. Çar 2. Nikolay Ağa Musa'nın neft kral adlandırılır. Onun 3-cü dərəcəli müqəddəs Stanislavski ordeni ilə mükafatlandırılır. Nağıyevin kreslosu hazırda Sankt Peterburg'un Ermitaj Müzeyində saxlanılır. Deyilənə görə Nağıyevin qarşısında Bakıda 100 bilet tikdirməyi məqsəd qoyulmuşdur. Lakin 70 yaşında vəfat edən milyonçu yalnız 98 inşa edə bilirdi. Onların sırasına İsmailiyyə Yeni Avropa Mehmanxanası, şəhər xəstəxanası, zabitlər evi və başqa binalar və evlər daxildir. Həmçinin onun imkanlı tələbələr təqaüd ayırırdı və onlara başqa ölkələrə oxumağa göndərirdi. Ağa Musa 4 mart
1919-cu ildə Bakıda vəfat edib və Çəmbərəkən qəbristanlığında dəfn olunub. Onun qəbrinin yeri bir neçə dəfə dəyişib. Hazırda Nağıyevin məzarı Biləcəri qəbristanlığının girəcəyində yerləşir. Belə bir əhəmiyyətli ictimai məsələ olmamışdır ki, orada əvəzsiz xidmət olmasın. Ağa Musa Nağıyevin xidmətləri onun xalq arasında xatirəsini əbədi yaşayacağına layiqdir. Əziz radyo dinləyicilərimiz, efrimizin bugünkü sayının sonuna gəldik. Gələn efrimizdə görüşənədək sağ olun, salamat qalın.